İnsan və heyvan sağlamlığı üçün yüksək risk yaradan xüsusi təhlükəli xəstəliklərin diaqnostikası Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2-ci biotəhlükəsizlik səviyyəsinə uyğun təsis edilmiş stasionar laboratoriyalarında həyata keçirilir. Bununla yanaşı Cənubi Qafqazda ilk dəfə olaraq məhz ölkəmizdə Mərkəzi Baytarlıq Laboratoriyasının nəzdində 2+ biotəhlükəsizlik səviyyəsinə uyğun səhra laboratoriyaları zəruri hallarda fəaliyyət göstərir. Onun ən böyük üstünlüyü heyvan xəstəliklərinin müayinəsini birbaşa yerində apararaq nəticələrin qısa müddətdə əldə olunmasıdır. Bu operativlik eyni zamanda profilaktika və mübarizə tədbirlərinin çevik şəkildə həyata keçirilməsinə imkan yaradır. Mobil laboratoriya cəmi 30-40 dəqiqə ərzində qurulur. Təmiz və çirkli zonalardan ibarət hermetik quruluşu patogenlərin ətraf mühitə yayılmasının qarşısını alır. Laboratoriyanın xaricində xüsusi dezinfeksiya sahəsi mövcuddur ki, personal iş prosesindən sonra fərdi mühafizə vasitələri ilə birlikdə dezinfeksiya prosedurundan keçərək həm özünü qoruyur, həm də yüksək patogen orqanizmlərin ətraf mühitə yayılma riskini minimuma endirir. 2 və 2 müsbət səviyyəli biotəhlükəsizlik laboratoriyaları sayəsində ölkəmizdə heyvan xəstəliklərinə qarşı mübarizə və diaqnostika daha çevik, güclü və etibarlı şəkildə həyata keçirilir.